İmam Hüseyin aleyhisselam hak və əgər Kərbalaya baxanda hamı deyir ki, ora haqla batilin mübarizəsi olan bir yerdir. Yəni haqq olan tərəf İmam Hüseyin aleyhisselamdır, batil olan tərəf Yazid və Yazidin tərəfdarlarıdır. Yəni Yazid bu cür başa düşməyər. Yəni bu cür insan düşünsə də düzdür. Amma əsl həqiqətdə gərək başqa bir bucaqdan baxaq ki, İmam Hüseyin aleyhisselam haqq olaraq qiyam elədi, o öz yerində. Amma qiyamı haqq olaraqdan qabaq həqiqəti bərpa eləmək üçün, haqqı bərpa eləmək üçün qiyam elədi. Yəni bir insan haqq ola bilər bir cəmiyyətdə, haqq düşüncədə ola bilər. Amma o haqq düşüncə daşıyıcısı şəklində əgər bir cəmiyyətdə dolaşsa, onun haqq olmağının olduğu cəmiyyətə özünə bir faydası yoxdur. Niyə? Çünki o haqqı heç bir yerdə bəyan eləyə bilmir. Bəyan eləyəndən sonra müdafiə eləyə bilmirsə və batili tanıtdıra bilmirsə, yəni aşkarcasına haqq və batil mübarizəsində iştirakı yoxdursa, onun haqq olmağının, haqlı olmağının özündən bir faydası yoxdur. Ey usve şur و شهامت ای معنی عدل و عدالت من سند خیلم یا حسین تو تعلیم روز قیامت تو تعلیم روز قیامت در قلب مولا دخیلم پشتور علیم ابن السبیلم sen ağacan şahlar şahısan من بنده خار و ذلیلم من بنده خار و ذلیلم bir ömrüdür ben sıkılmışım şaha kapıya fakreynüre